fikhi məsələlərinin inkişafı dövrü. Yavaş-yavaş inkişaf edir. Fikhi məsələlərin, burada getmirəm sonra tarixdən, əqidə yox, ancaq fikhi hədislər. Fikhi məsələlərin inkişaf dövrü. Burada başlayır Şeyx mərhum Tusinin zamanından İbn İdrisin zamanına qədər. Deməli, Şeyx Tusi Bəyəməndirim 995-1145 vəfat və anılma tarixi və İbn İdris ölüb 1201-ci ildə, bizim ilimizlə 1201. Deməli, 995 Şeyx Tusinin anılma tarixidir. Bu dövrdən bir dənə şeyxini oxuyub, alim olub filan, bu illər ərzindən başlayaraq ta 1201-ci ilə qədər olan dövrdən fikri məsələlərin inkişaf dövrü oldu. Bu məsələlər deməli inkişaf dövrü oldu, çiçəklənmə dövrü oldu, tətbiq dövrü oldu. Tətbiq yəni ki, uyğunlaşdırma. Görə bu hədis həqiqətən uyğundur əhkama. Adı qoyulub hədis əhkam hədisi, amma danışır hədis tarixdən. Hamı burada əhkam məsələsi. O kənara. Sonra fiqhdə iştihad. Fiqhdə iştihad barəsində olan hədislər ortaya qoyuldu. Bu zamanda iştihad fiqhdə iştihad məsələləri iştihad etmək olar, müştəhidlik, hədislər kimi o barədə ortaya çıxarıldı. Və keçmiş alimlərin təcrübəsindən istifadə olundu. Külli qayda qanunlar, ümumi qayda qanunlar ki, var, əvvəlki hamı yazmışlar, 2 dövrə, 3 dövrə, 3 dənə zaman ərzində onlar ortaya qoyulur və uyğunlaşdırırlar ki, hansı olar, hansı olmaz, iştihad necədir və s. Bu dövrənin alimləri fiqhi bəhslərdə və dini hökmlərin bəyanında yalnız usul və deməli, yalnız köklü olanlara kifayətlənmirdilər, köklü rivayətlərə kifayətlənmirdilər. Əlavə, o hədisin mistaqları, bölmələri haqqında məlumatlar yığırdılar. Məsələn, namaz barəsində hədis var, namaz belə qılmaq lazımdır. Bu külli hədisdir. Bunun var furu', yəni budaqları. Namazı belə qılmasaq nə olacaq? Birdən belə oldu, birdən elə oldu. Namaz qılmaqlıq əmr olunmuşdur, belə qılmasan, ələ açıq, möhür, nə, bu külli əmrdir, ümumi əmr. Düzdür? İndi bəs elə olsa nə olacaq? Yəni, onun xıdalığına qədər, külli, yəni ki, bütöv, furu', yəni ki, budaqları. Onun xıdalığına qədər, incəlindən qədərinə qədər hədis, hamısı yığdılar, bir də bəs edirdilər. Yəni, buna kifayətlənmirdilər. Hədis sabit, hədis olan yox. İncəlindən qədər hamısı yığılır bir yerə. Bu yollarla fiqhdə yeni məsələlər ortaya çıxırdı. Bunu araşdırdılar. Bu mərhələnin alimləri qızıl dövrə düşür sanki. Çünki hədisləri yığdılar geniş formada. Məsələn, Şeyx Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi. Oxumuşuq Şeyx Tusi adı məşhurdur. Adı Şeyx Əbu Cəfər, künyəsi adı Məhəmməd ibn Həsəndir. Ləqəbi Şeyx Taifə. Şeyx Taifə, Şeyx Tusi. İslamın şiə kitablarından 4-dən kisim yazıb. İstibsarla hansı idi? Təhzibul Əhkam. Bu yazıb. Bu Şeyx. Allah hamısı onu şad eləsin. O deyil, çoxlu kitablardan istifadə edirdi. Məsələn, Nəhayə kitabı vardı, ona istifadə edirdi. 10 dəqiqəli vaxtda. Və s. və s. Deməli, ondan sonra da digər alimlər, məsələn, içində Qazi İbn Burrac, Məhəmməd ibn İdris, Mühəqqiq-i Hilli və digər alimlər bu işə də böyük zəhmət çəkdilər. Fikhi məsələləri nə edirlər? Genişləndirdilər. Bu da oldu nə? 4-cü mərhələ. 5-ci mərhələ istidlal dövrü. Yəni istidlal dəlillər, sübutlar. Hamısını ələdilər, ondan keçirdilər ələkdən. Saxtaları atdılar. Nə ki qalıb yerdə o hədislər. Onun gəldilər sübutlarla ki, bu hədislər bu bölməyə aiddir. Bu hədislər, məsələn, aiddir dəstəmaza, bu hədislər aiddir namaza, filan şeyə görə. Bu dövrdə başlayır mərhum İbn İdris ki, mən dedim, onun dövrünə, yəni 1201-ci illər dünyasını dəyişən mərhum İbn İdrisin dövründən başlayır ta mərhum Mühəqqiq-i Hillin dövrünə qədər. Mühəqqiq-i Hilli də
1277-ci ildə dünyasını dəyişib. Sonra bu mərhələ istidlali bəhsləri mərhələsi oldu və fiqhi nəzərlərin yeni axtarışı üslubu oldu ki, burada alimlər araşdırırdılar hədisləri. Hansı hədis nəyə dəlalət edir? Hansı hədis nəyə dəlalət edir? Nəyə aiddir? Və necə ona aiddir? Füqaha, yəni fəqihlər bu mərhələdə çoxlu fiqhi məsələlərin yeni fətva deyək, mövzuları, məsələləri çalışırlar ki, şəri məsələlərlə, fiqhi yollarla istidlalını ortaya qoysunlar və düzgün formada. Nə ki, orada hədislər var, düzgün təhlil etsinlər, hansı hədis, hansı bölməyə aiddir. Əhkamın bu hədisi dəstəmazə aiddir, qusla aiddir. Məsələn, ki, hədis pak olandan sonra, deyir, nədən pak olandan sonra? Pak olandan sonra, düzdür, misal var, bu gəlir zeyni, burada yoxdur. Qanun qamasını deyə deyirəm. Nədən pak olandan sonra? Nədən? Dəstəmazdan. Əvvəl dəstəmazsız nə oldu? Dəstəmazsız. Məsələn, deyək, qusuldan yoxsa? Hansı qusuldan? Xanım qusullarından, kişi qusullarından, meyit qusulundan. Nədən pak olandan sonra? Düzdür, ayağında pak olandan sonra. Nədən? Tapırlar ki, bu nədən nəyə aiddir? Qusula aiddir, filan şeyə görə bu nədən ona aiddir. Bu arada istidlal dövrü. Yəni, dəlilləri ortaya qoymaq dövrü. Hədisləri ortaya qoydular, araşdırdılar dəlillərlə. Əgər ixtilaflı məsələ var idisə, bir də gəlir məsələ, şu ixtilaf, fikir olurdasa, onu da araşdırdılar. Müxtəlif mədrəkləri, müxtəlif mənbələrdə gətirirdilər və dəlilləri ortaya qoyurdular. Hansı nəzər daha üstündür? Ravisi etibarıdır, daha imanı, daha elmdir. Onu qəbul edirlər. Əgər hədislər ziddi olsaydı, orada hansı daha, orada tərcih, yəni üstün qəbul edirdilər falan hədisi müəyyən cəhətlərinə görə. Yox, gələ hər cəhətdən, hər iki hədis ziddir, hədislər ziddir. Bu da elə, bu da belə. Amma hər cəhətdən uyğundur. Ravisi ikisində var, ikisi siqədir, ikisi səhihdir, ikisi adildir, ikisi elmidir, ikisi seyiddir, ikisi iman əhli. Heç bir cəhətdən fərqləri yoxdur. Amma hədislər nədir? Ziddir. İndi nə eləyək? Deyir, iki dəblə hökm ortaya qoyurdular. Ya təvəqquf, yəni təvəqquf yəni ki, nə? Dayanmaq, vəqfdir ya, vəqf, yəni ehtiyat. Ya da nə? Təxir. Təxir nədə oxumuşuq usulda? İxtiyar sahibisən. Özün bilsən, bunu elə, bilsən bunu elə. Çünki hər ikisinin nə var? Dəlil var. Bu məktəbin banisi odur ki, mərhum İbn İdris. O deyir, çox çalışdı. Bu nəzərlərin hamısını ortaya çıxartdı. Müqayisəli, zid hədislər ki var, hamısı ortaya çıxartdı. Təhqiqat apardı. Fikri məsələlərdə və kitablara yazıldı. Bu məsələlər, bu mövzu barəsində xüsusən də Sərair kitabı, Sərair yazılıbsa bu barədə. Bu da 5.